Hekayət. Eşitdim bir yoxsul ciyər qanı ilə, köhnə bir əşrəfi keçirdi ələ. Ona söyləmişdi varlı kimsələr, zəri zər, xəzinə, xəzinə çəkər. Sürətlə üz qoydu bazar səmtinə, köhnə əşrəfi ilə tapsın xəzinə. Bir sərraf dükanı gördü çox geniş, bir yerdə bu qədər qızıl görməmiş. Bir yığın qızıl var günəşdən parlaq, hər yan əşrəfidir, bir neçə qalaq. Xəzinə xülyası beyninə batdı, qızılı xəzinə üstünə atdı. Əlindən uçunca dəyərli varı, yüyürdü qalanmış qızıla sarı. Qızılı atmaqdan oldu peşiman, birə 100 almağa tapmadı imkan. Qızılı atınca qəm çöktü gözə, nə üçün bir qızıl qarışdı yüzə? Fəryada başladı, qızılım deyə, yalvardı cavahir satan kişiyə. Bu ömrüm uzunu hey çalışaraq, əlimə bir qızıl keçirdim ancaq. Mənə söyləmişdi axmaq bir nəfər, zəri zər, xəzinə, xəzinə çəkər. Həmin bu qızıllı dükana çatdım, qızılı qızılın üstünə attım. Atdım ki, əşrəfi çəksin xəzinə, çox qızıl onu da çəkdi özünə. Gülərək o sərraf, o azad insan, söz açdı qızılın qarışmasından. Çox gedə bilərmi azın üstünə? 100 getməz, bir gedər 100-ün üstünə. Kim ki sərvətimi çapmaq istəyir, yolumda bu məsəl bir keşikçidir. Dəyirman bu qədər hayküy qoparır, muzdurdu, ununu divan aparır. Oğrudan əlmuzdum budur nəhayət. Oğrudur deməyə etməz cəsarət. Baxsana, yol kəsər quldur qaralar, dünyanı ki qara rəngilə boyar. Gündüzlər göz gözdən utanır deyə, talanı, qarəti qoyar geciyə. Ancaq söz qulduru şəfəq sökərkən, qələmi yontaraq müşkün söyüddən, fikrimi qapırlar könlüm əmindir. Buxarıya getsə, o Gəncənindir. Gizlində mətaha çıxmaz müştəri, oğurluq bir malın olmaz dəyəri. Ayıblar açığa çıxdığı zaman, əlində, qəlbində dərdlənər bundan. Oğurluq maldan səs çıxmazsa bir şək, o malı darğalar aparmış demək. Göz yumdum bu işə, çünki ruzigar hər yaxşı yamanı edər aşikar. Dövranın çəkisi çəkir hər işi, çəkiyə girməmiş qalmaz bir kişi.